Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Bugünkü videomda üzəri xırçıltılı, içi isə yumuşaq, yağlı qat-qat çörək hazırlayıram və məşhur Gəncə doğrası hazırlayıram. Əgər sizin üçün də maraqlıdırsa, videomuzu sona qədər izləyin. Xəmirimizi hazırlamaq üçün 1 dolu stəkan ilıq süd, 1 yemək qaşığı maya, 1 çay qaşığı isə şəkər tozu əlavə edirik. Bunun üzərinə yarım stəkandan 1 barmaq yuxarı ilıq su və 1 yemək qaşığı isə duz əlavə edib qarışdırırıq. Sonda isə 4 dolu stəkan unu hazırladığımız qarışıma əlavə edirik və yavaş-yavaş xəmir alınana qədər yoğuracaq. Ərzaqların miqdarını açıqlama bölümündə qeyd edəcəm. Xəmiri biraz da taxtanın üzərində yoğururam və artıq hazırdır. Xəmirdən 3 gündə hazırlayacağım. Eyni bərabər ölçüdə. Xəmirin tərkibində maya olduğu üçün 15 dəqiqə gözləyəcəyik. Xəmir biraz özünə gəlsin. Xəmiri çox da saxlamağa ehtiyac yoxdur. Çünki biraz da çox acıyanda xəmir boşalır və yaymaq sizin üçün çətinləşəcəkdir. Ona qədər mən yağımı əridirəm. Məndə 100 qram kərə yağı var. 2-3 dəqiqə qazın üzərində saxlayıb götürəcəm. Çox da qaynatmağa ehtiyac yoxdur. Xəmirləri bir-bir nişasta töküb yaymağa başlayıram. 3 dənə yuxa yayacağım 3 gündədən. Yuxaları yaydıqca bir-birinin üzərinə sərib yağlayacağım. Dəyərli izləyicilər, mən bu çörəyi kürədə bişirəcəm. Siz isə sobada 200 dərəcədə çox asanlıqla adi çörək kimi bişirə bilərsiniz. Artıq birinci yuxanı yaydım və indi isə ikinciyə başlayıram. İkincini yaydıqdan sonra üzərini yağlayıb birinci açdığım yuxanı ikincinin üzərinə sərəcəm. Beləliklə üçünü də yağlayacağım və ardıcılıqları sizə göstərməyə çalışacağım. Dəyərli izləyicilər, bura qədər videomuzu izlədinizsə, zəhmətimizə dəyər verib kanalımıza dəstək olmaq üçün yorum yazıb abunə olmağı unutmayın. Artıq üçüncü xəmirimi açdım və ikincinin üzərinə sərdim, yağladım və üzərinə isə pendir sərpirəm. Siz bunu kəsmiklə də əvəz edə bilərsiniz. Daha sonra məktub kimi qatlayıram və qatların üzərindən isə əlimlə basıram. Qatların arasını kərə yağı ilə yağladığım üçün xəmirin qatları bir-birinə yapışmayacaqdır. Kərə yağı isə biraz sürəndən sonra donur. Daha sonra xəmiri yenə də bir-birinin üzərinə gətirib qatlayıram. Hər dəfə qatladıqca xəmirin üzərini yaxşı yağlayıram və artıq axırıncı dəfə yağlayıram. Yağ donandan sonra bükürəm. Gördüyünüz kimi xəmirimiz bu cürə alındı və indi yavaş-yavaş əlimizlə formaya salacağıq. Xəmirin üzərindən əlinizlə basdıqca qatları açılmır. Narahat olmağa ehtiyac yoxdur. Bu cürə yavaş-yavaş çörəyimizi ölçüsünü genişləndiririk. Çörəyimizin xəmirini yağladığımız, hansı ki bişirəcəyimiz qabaq qoyuruq və biraz da qoyandan sonra üzərindən əlimizlə yenə də basırıq. Xəmirin üzərinə isə sadəcə yağ vururam. Bunu yumurtanın sarısı ilə də əvəz etmək olar. Və 10-15 dəqiqədə sobanın listində saxlayıram. Daha sonra isə qoyuram bişməyə. Çörəyimiz bişənə qədər mən doğamızı hazırlayacağım.
Mənə lazımdır 2 ədəd 3 litrlik balonla qatıq. Yəni 6 litr qatıq lazımdır. 1 stəkan yarım yumru düyü lazımdır və düyümü əvvəlcədən təmiz yuyuram, qoyuram bişməyə. Doğğa üçün lazım olan göyləri əvvəlcədən yuyub təmizləmişəm və biraz da dəsmala bükülü saxlamışam ki, suyu çəkilsin. Göylərin miqdarını, doğuya gedən ərzaqların miqdarını açıqlama bölümündə qeyd edəcəm. Mən dovğamızın göylərini həmişə olduğu kimi əvvəlcədən yuyuram, təmizləyirəm, daha sonra doğrayıram. Və kənd qatığım var, 2 balon. Bunları qazana töküb 4 yumurta ilə yaxşı-yaxşı çalacağam. On 15 dəqiqədir ki, artıq düyü qaynayır və demək olar bişib, duzunu da vurub götürürəm. Düyünü çox da artıq bişirib əzmək lazım deyil, çünki doğğanın içərisində də biraz qaynayacaq. Qatığın içərisinə yumurtaları qırdım və daha başqa heç nə əlavə etmədim və yaxşı-yaxşı çırpıcı ilə çalıram ki, içərisində düyürlər qalmasın qatığın. İnanın ki, bu üsulla hazırlasanız doğğanız qaymaq kimi çıxacaqdır. Qatığı əvvəlcədən yaxşı çalıb, düyüsünü də əvvəldən bişirdikdə doğğa çox qəşəng çıxır. 1-3 litrlik qatığa mən 2 ədəd yumurta vururam. Mən burada 2 ədəd banka götürmüşəm, ona görə də 4 yumurtadan istifadə edirəm. Və qatığımız artıq qaynadı, göyərtiləri əlavə edirik üzərinə. Ancaq əlimizi saxlamadan düyüsünü, göyünü qatıb, yaxşıca dovğamızı buluyuruq. Onu da deyim ki, qatıq qaynamalıdır ki, siz göyləri tökəsiniz. Göyləri tökəndən sonra isə qaynar-qaynar düyünü əlavə edirik dovğuya və 5-6 dəqiqə isə bu formada qarışdırırıq. Daha sonra qazın üzərindən götürürük. Dovğamız da hazırdır. Baxın, hələ istidir, birazdan dovğa qatılaşacaqdır. Yağlı qat-qat çörəyimiz də bişdi. Bişirdiyimiz yağlı çörəklə dovğa bir-birinə çox yaraşır. Əgər siz dovğa bişirə bilmirsinizsə, vaxtınız yoxdursa, onda bu çörəyin yanında ayran da hazırlaya bilərsiniz. Çörəyimiz çox gözəl, xırçıltılı alınıb istədiyimiz kimi. İsti-isti, indi isə kəsib sizə qatlarını da göstərəcəm. Dəyərli izləyicilər, çox az ərzaqla hazırladığım yağlı çörək bütün ailənizə çatacaq qədər bərəkətli çıxdı. Növbəti videomuzun sonuna gəldik, çatdıq. Əgər bizi sona qədər izlədinizsə, Allah hər birinizdən razı olsun. Ruzi bərəkətiniz bol olsun və evinizdən çörək ətri gəlsin. Salamat qalın. Növbəti videolarımızda inşallah görüşənədək. Allaha əmanət olun.